Salam, hər vaxtınız xeyir, əziz tələbələr. Mən Dövlət Qulluğu üzrə qanunvericilik müəllimi Babək Novruzadə. Bu videomuzda sizə son qəbula düşmüş, yəni 6 noyabr 2025-ci il tarixində BA kateqoriyası, həmçinin AC kateqoriyasına düşmüş səhv sualla bağlı məlumat verəcəm. Sual birmənalı olaraq səhv sualdır. Sual hal-hazırda qarşınızdadır. Bu sualın iki yanlış cavabı var və bununla bağlı sizə əsas izahları da verəcəm, başa düşəcəksiniz. Baxın, sualda bizə deyir ki, Naxçıvanın nazirlər kabinetinin səlahiyyətlərinə aid deyildir. A variantında qeyd olunub ki, Muxtar Respublikanın büdcə layihəsi hazırlanıb, səlahiyyətli şəxsə təqdim olunur. Səlahiyyətli şəxs konstitusiyada belə bir anlayış yoxdur. Yəni səlahiyyətli şəxs yox, ali məclis olmalı idi. D variantında isə qeyd olunub ki, nazirliklərin və digər mərkəzi icra hakimiyyət orqanlarının aktlarını ləğv edir. Ümumiyyətlə deyim ki, sizə nazirliklərin və digər mərkəzi hakimiyyət orqanlarının aktlarını ləğv etmə səlahiyyəti bizim, yəni Azərbaycan Respublikasının Nazirlər Kabinetinin səlahiyyətlərində qeyd olunub. Naxçıvan Nazirlər Kabinetinin səlahiyyətlərində yoxdur. Bunun sizə əyani versiyasını göstərə bilərəm. Deməli, bizim konstitusiyamızın 140-cı maddəsi, fikir versəz, daha dəqiq göstərək sizə. Nazirlər Kabinetinin səlahiyyətlərində ancaq büdcə layihəsini hazırlayıb, səlahiyyətli şəxsə yox, ali məclisə təqdim etmək qeyd olunub, büdcəni icra edir, iqtisadi sosial proqramların həyata keçirilməsini təmin edir, prezidentin onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll edir. Bizim konstitusiyamızın 119-cu maddəsinə baxsaq, bizim Nazirlər Kabinetinin səlahiyyətlərində qeyd olunub ki, digər nazirlikləri və mərkəzi hakimiyyət orqanlarına rəhbərlik edir və onların aktlarını ləğv edir. Yəni Naxçıvan Nazirlər Kabinetinin səlahiyyətlərində yoxdur. Bizim konstitusiyamızdan gedir söhbət. Amma bu səlahiyyət Naxçıvan Muxtar Respublikasının konstitusiyasının 39-cu maddəsində, yəni sizin proqramınızda olmayan bir qanunvericilik aktıdır və Naxçıvan Nazirlər Kabinetinin səlahiyyətlərində qeyd olunub ki, nazirlərin və digər mərkəzi hakimiyyət orqanlarına rəhbərlik və aktlarını ləğv edir. Bunu Dövlət İmtahan Mərkəzi, yəni hüquqi cəhətdən yanaşsaq, istinad kimi göstərə bilər ki, Naxçıvanın konstitusiyası bizim qanunverici sistemimizin, yəni daha doğrusu konstitusiyamızın, bizim konstitusiyamızın ayrılmaz tərkib hissəsidir. Onun əsas mətninə zidd ola bilməz. Bu cəhətdən yanaşsaq, amma yenə də belə deyək, Naxçıvanın konstitusiyası bizim, yəni Dövlət Qulluğunun həm BB, həm BA, həm AC kateqoriyaları üzrə proqramında yoxdur. Yəni proqramda olmadığı üçün tələbələrin də bu sualın cavabını bilməməsi normal haldır. Və yenidən sualımıza qayıtsaq görərik ki, səlahiyyətli şəxsi yox, ali məclis olmalı idi. Burada isə nazirliklərin və digər mərkəzi hakimiyyət orqanlarının aktlarını ləğv etmək Naxçıvan Nazirlər Kabinetinin səlahiyyətində qeyd olunmuyor. Söhbət bizim konstitusiyamızın 140-cı maddəsindən gedir. Naxçıvan konstitusiyasında yazılsa da, o sizin proqramınızda yoxdur və onu bilməli deyildiniz, belə deyək. Və hər biriniz 12 noyabr tarixində yəqin ki, Dövlət İmtahan Mərkəzi tərəfindən cavablar açıqlandığı vaxtdan etibarən apellyasiya şikayəti aktiv olmalıdır Dövlət İmtahan Mərkəzinin saytında və hər biriniz birmənalı olaraq apellyasiya şikayəti verirsiniz. Sual qarşınızdadır, sualı sizə təqdim edirəm və sizə hər birinizə, bütün imtahanda iştirak edən hər bir şəxsə bu sualın səhv olmasına bağlı 1 bal verilməlidir. Dövlət İmtahan Mərkəzindən də xahiş edirik ki, həmçinin tələb edirik ki, bu sualla bağlı hər bir tələbiyə 1 bal verilsin və belə deyək, bu hallar bir daha təkrarlanmasın. Səbəb də nədir? Çünki belə suallar tələbələrə imtahanda vaxt itkisinə səbəb olur və həmçinin imtahan nəticəsində belə deyək, yaxşı olmasına səbəb olunur və hər bir tələbə mütləq qaydada bu sualla bağlı şikayət versin Dövlət İmtahan Mərkəzinə. Dövlət İmtahan Mərkəzi bu sualla bağlı heç bir açıqlama verə bilməz. Çünki belə deyim, burada konkret səhvlər var. Yəni elə suallar var ki, Dövlət İmtahan Mərkəzi misal üçün elektron imza və elektron sənəd haqqında qanunla bağlı belə bir sual salıblar. Elektron imzanın yoxlanılması necə aparılır? Fikir versəz, A variantına görə nə yazılır?
Elektron imza yaratma müəssisələrindən istifadə edilmək, elektron imzanın yoxlama məlumatları əsasında C variantında qeyd olunub ki, elektron imza vasitələrindən istifadə edilməklə. Baxın, yaratma sözünü, yaratma sözünü söz oyunu eləyən Dövlət İmtahan Mərkəzinin bu ekspertləri, yəni söz oyunu ilə imtahanda suallar salır, amma gəlir belə bir sualda aşkar səhvə yol verir və xahiş edirik ki, bu səhv aradan qaldırılsın və bütün tələbələrə 1 bal verilsin. Diqqətiniz üçün təşəkkür edirəm.